Assalamu aleykum. Bugün size Peygamberimizin hayatından 5 ders danışacağım. Bu dersler her bir Müslümana örnektir. Videonu ahıra kimi izleyin ve abone olun. Peygamberimiz dürüst insan idi. Herkes ona güvenirdi. Ona emin deyirdiler. Biz de dürüst ve ahlaklı olmalıyıq. Hadis en hayırlınız ahlakça güzel olan. Ona çok zulmettiler. Ama o hiç kese kin tutmadı. Məkkəni fəth edəndə düşmənlərini bağışladı. Bu böyük səbir və mərhəmətdir. Quran bağışla, yaxşılıqla əmr et. Ərəf surəsi ayə 190. Peyğəmbərimiz mərhəmətli idi. Uşaqları, yetimləri, heyvanları sevirdi. Bir pişik yatdığı üçün paltarını kəsmişdi. Heç kəsi incitməzdi. Quran, sən aləmlərə rəhmət olaraq göndərdik. Ənbiya ayə 107. O hər kəsə eyni yanaşırdı. Varlıya da kasıba da. Bir gün bir varlı oğurluq etdi. O dedi, kızım Fatime de oğurlasa ceza vererdim. Bu adaletin zirvesidir.